Bu ifadəni hesablamaq bizdən tələb olunur. İlk öncə görürük ki, ifadənin surətindəki hər iki ifadə kvadratlar fərqi düsturunun açılışıdır. Yəni bizim düsturumuz belə idi ki, a kvadrat minus b kvadrat bərabər idi a plus b vurulsun a minus b-yə. Görürük ki, burada 2026'nın kvadratı minus 2025'in kvadratı verir. Onda bizim birinci mötərizəmizdə 2026 plus 2025 bu bizdə 4051'ə bərabər olur. Vurulsun. İkinci mötərizədə a minus b. 2026'dan 2025 çıxanda bu bizdə 1 verir. Məxrəcdə isə ifadəmiz 4051'ə bərabərdir. Üzərinə gəlməliyik. Yenə eyni qayda ilə 2025 minus 2024 və onların cəmi. Cəmi bizdə 4049, fərqi isə 1'ə bərabərdir. Məxrəc isə olduğu kimi qalır. O zaman ixtisarlarımızı aparsaq, bu kəsrin qiyməti 1'ə, bu kəsrin də qiyməti 1'ə bərabər olur. Cəm isə birlikdə bizdə 2 verir.